İkinci bölüm. Cəvahir həyatının uşaqlıq və yeniyetməlik çağlarını demək olar ki, oğlan kimi yaşamışdı. İlk dəfə içində Fikrətə qarşı sevgi duyğuları baş qaldırana kimi özünü tam mənası ilə qız kimi hiss etməmişdi. Məktəbdə də, küçədə də gününü oğlanlarla keçirir, onlarla oturub durur, söhbət edir, onlarla oynayırdı. Amma özlüyündə onlara qarşı heç bir cinsi maraq duymurdu. Heç ağlına da gətirmirdi elə şeyləri. Əlbəttə, əks cinslərin münasibəti barədə az bilmirdi. Anası hələ uşaqlığından hər şeyi öyrətmişdi ona. Onunla ciddi söhbətlər aparmış, nəyin nə olduğunu anlatmışdı. Çalışmışdı ki, bu şeyləri başqalarından öyrənib yoldan çıxmasın. Qızına ərə getməyin nə olduğunu, uşağın necə doğulduğunu da başa salmışdı. Demişdi ki, oğlanlarla pis-pis işlər görmək, hətta öpüşmək də olmaz. Qızlar yalnız ərə gedəndən sonra əlləri ilə öpüşə bilərlər. Ancaq Cəvahirin onsuz da belə şeylərə yerli-dibli marağı yox idi. Oğlanlarla elə oğlan kimi oynayır, hərdən oğlan kimi də dalaşıb söyüşürdü. Maraqlıdır ki, onunla yoldaşlıq edən oğlanların da heç biri ona başqa gözlə baxmamışdı. Yəqin ki, qıza oxşamadığına görə, özünü qız kimi aparmadığına görə. Bir də o vaxtki oğlan uşaqları indikilər kimi deyildilər. Nədənsə gec ayılırdılar. Cinsi kimliklərini gec dərk edirdilər. Yoxsa indikilər 10 yaşına çatmamış evlənmə eşqinə düşürlər. Seksdən filandan danışırlar. Əlbəttə, uşaqlığında arıq, qarayanız bir qız olan Cəvahir bir yerdə dayanmırdı. Böyüyürdü. Sinəsinin, yanlarının getdikcə böyüməsi onu oğlanlardan kəskin fərqləndirməyə başlamışdı. Üstəlik, iç duyğularında da qəribə dəyişikliklər gedirdi. Belə bir vaxtda çoxdan görmədiyi Fikrətə rast gəldi. Məhəbbətdən xəbər verən ilk ciddi baxışları ondan gördü və özü də vuruldu ona. Evləndilər. Toy gecəsi Fikrətin ilk adam idi ki, əli intim mənada ona toxunurdu. Ancaq o gecə və o gecədən sonraki günlərdə Cəvahir özündə hətta özünü də təəccübləndirən bir ehtiras, bir çılğınlıq kəşf edirdi. Çox sevdiyi əri ilə cinsi qovuşmadan qeyri-adi həzz alır, hətta həmin anların uzandıqca uzanmasını istəyirdi. Evliliklərin ilk illərində Cəvahir demək olar ki, xoşbəxtlik dənizinin qoynunda üzürdü. Ev işlərini görürdü. Yunus doğulandan sonra ona baxdı. Gününün qalan hissəsini isə əli ilə daha xoş, daha çılğın intim anlar keçirmək üçün planlar qurur, imkan tapan kimi onları həyata keçirirdi. Və təbii ki, onlar yeni ailə qurmuşdular və bu normal idi. Görəsən 18 yaşına ərə gedənə kimi bu hisslər necə gizlənib qalmışdı onun içində? Bunu özü də anlaya bilmirdi. Sanki həmin Cəvahir deyildi. Oğlan sayaq giyinən, oğlan kimi gəzən, hətta oğlan kimi düşünən Cəvahir. Maraqlıdır ki, bu dəyişiklik onun evdarlığında da özünü göstərmişdi. Lap az vaxtda yaxşı xörəklər bişirmək, salatlar hazırlamaq öyrəndi. Qaynatasının, qaynanasının paltarlarını vaxtında yuyub ütləyirdi. Ev eşiyi gül kimi təmiz saxlayırdı. Amma bu evə gəlin gəlməyi Fikrətin ögey anası Rəhimənin ürəyindən olmamışdı. Ax, necə də ifritə qadın idi o. Elə ilk gündən Cəvahirlə soyuq davranmağa başladı. Sən demə ürəyindən öz bacısı qızını almaq keçirmiş Fikrətə. Odur ki, Cəvahirin hər işinə irad tuturdu. Bunu belə elədin, bunu elə elədin. Əri Davud müəllim də ona əməlli başlı uymuşdu. Gəlinini tez-tez acılayırdı. Onun bəzi işləri ilə heç razılaşa bilmirdi. Məsələn, evdə şortik ilə gəzməsi ilə, əri ilə gündüz yataq otağına girməsi ilə, ər-arvad vanna otağında birlikdə çimməkləri ilə və s. Deyirdi, belə də həyasızlıq olar. Amma maraqlıdır ki, sonra özü də arvadı da həmin şeyləri etməyə başladılar. İsti havada evdə yarıçılpaq gəzirdilər. Bir yerdə vanna otağına girinib yuyunurdular. Və Cəvahir də, Fikrət də təklikdə olanda bütün bu dəyişikliklərə doyunca gülürdü.
Rəhimə isə Cavahiri ləkələmək üçün bəzən daha iyrənc yollara əl atırdı. İstəyirdi onun Fikrətin gözündən salıb boşaltdırsın. Onda Yunis artıq doğulmuşdu. Rəhimə bir gün Cavahiri özü ilə kəndin bazarına aparıb ona orada bir oğlanla tanış etdi. Bu oğlan bazarda pal-paltar və başqa xırda-xuruş geyim əşyaları satırdı. Rəhimə dedi ki, bu oğlandan tez-tez nəsə alıram. Yadında saxla, sənə pul verəndə gətirib buna verərsən. Sonra Cavahir bir neçə dəfə bazara Mirağa adlı həmin oğlanın yanına göndərdi. Cavahir artıq bu oğlanla söhbət etməyə başlamışdı. Əsasən də onun satdığı pal-paltar barədə. Onun Fikrətdən başqa kiminləsə intim münasibət qurmağa ehtiyacı yox idi. Bir də heç vicdanı da yol verməzdi başqası barədə düşünməyə. Anasından aldığı tərbiyə Cavahirin beynində ömürlük qalmışdı. Kişilərə etibarı yox idi. Yaxşı bilirdi ki, ona yaxınlaşan kişilərin ürəyindən nə keçir. Bilirdi ki, özlərini necə aparmaqlarından, necə dil tökmələrindən asılı olmayaraq, sonda hamısının istədiyi eyni bir şeydir. Bunu isə istəmirdi Cavahir. İstəmirdi ki, ərindən başqa kimsə ondan qadın kimi istifadə etsin. Sonra Rəhimə Fikrətə çatdırmışdı ki, arvadın bazarda bir oğlanla laqqırtı vurur. Fikrət bunu eşitsə də dərinə getmədi. Cavahirin bu qədər ehtiraslı bir qadın olmasına baxmayaraq, onu başqasına dəyişməyəcəyini bilirdi. Rəhimənin uşaqları ən çox da Bahadur onlarla yola getmirdi. Nə onunla, nə də Fikrətlə. Davud müəllim də getdikcə arvadının sözü ilə daha çox oturub durur, gəlininə olan iradlarını artırırdı. Qonaqların yanında bərkdən gülüb danışdın, şalvarla küçəyə çıxdın və daha nələr. Həmin vaxt elə oldu ki, Fikrətin Rusiyada yaşayan keçmiş sinif yoldaşı Rizvan Bakıya gəldi və geri qaydanda onları yaşadığı həmin bu şəhərə dəvət etdi. Bu dəvət Fikrətin də ürəyindən oldu. Davud müəllimin razılığı olmasa da yığışıb buraya köçdülər. İlk aylar bir qədər çətinliklər olsa da, tezliklə hər şey yoluna düşdü. Rizvan ev-eşik qurmaqda və biznesini yaratmaqda Fikrətə bacardığı qədər kömək edirdi. Cavahir burada Tansu ilə, daha sonra onun yaxın rəfiqəsi Elza ilə tanış oldu. Tansunun insanlıqda tayı bərabəri yox idi. Çox səmimi, güləriz bir qız olan hamının rəğbətini qazana bilmişdi. Elə Elza da insafla deyəndə çox pis qız deyildi. Amma Cavahirin daha çox Tansu ilə tuturdu. Rus dilini də demək olar ki, onun yaxından köməyi ilə öyrənmişdi. Tansu Rizvanı dəli bir məhəbbətlə sevir, öz hisslərini hərdən Cavahirlə də bölüşürdü. Amma o, Cavahirdən fərqli olaraq ehtiraslı deyildi. Rizvana olan məhəbbətində bir mütülük, bir pərəstiş özünü göstərirdi. Onlar Cavahirgilin bu şəhərə gəldiklərinin 2-ci ilində evləndilər. Onda artıq Elvin də doğulmuşdu. Rizvanla Tansunun çox gözəl toyları oldu. Elza da orada iştirak edirdi. Gəlini elə Elza ilə ikisi bəzəmişdi. Cavahirin hələ uşaqlıqdan saç düzəltməyə böyük həvəsi və qabiliyyəti var idi. Tansu həmin gün necə də gözəl görünürdü. Yazıq Tansu. Öz qısqanclığının qurbanı olubmuş. Amma nahaq yerə. Gərək boş dedikodulara inanmayaydı. Həmin o Renatanı Cavahir də görmüşdü o vaxt. Fikrət ilk firmasını yaradanda Renatanı özünə mühasib götürmüşdü. Küfürün biri idi. Cavahir heç vaxt inanmazdı ki, Rizvan ona təmas salsın. Bir də lap gözəl də olsaydı, Rizvan kimi ciddi adam Tansuya heç vaxt xəyanət etməzdi. Rizvanla Tansunun toyundan sonra Cavahir də öz arzusuyla işləməyə başladı. Fikrətin yerinə yenicə açdığı ərzaq mağazasında satıcı işləyirdi. İşləmək nə qədər ürəyindən olsa da bütün günü ayaq üstə olmalıqdan yorulurdu və bu yorğunluq artıq onun intim həyatında da özünü göstərməyə başlamışdı. Daha Fikrətlə əvvəlki kimi tez-tez yatağa girə bilmirdilər. O cür çılğın ehtiraslı Cavahir daha ərini lazımı səviyyədə təmin edə bilmirdi. İlk vaxtlar buna öz etirazını bildirən Fikrət sonra bu yeni vəziyyətə alışdı və hətta arvadından yavaş-yavaş soymağa başladı. O vaxt Cavahirin çılğınlığının xeyli zəifləməsinin mağazadakı işlə bağlı olduğunu Fikrət anlamırdı.
Anlamırdı ki, bəlkə də arvadı barədə ürəyinə başqa-başqa xain fikirlər gəlirmiş. Amma Fikrətin lap son vaxtlar ondan soyunmasının səbəbini Cəvahir indi başa düşürdü. Başa düşürdü ki, ərini davamlı cinsi əlaqələrə, məhəbbət oyunlarına öyrədibmiş və bundan məhrum olan Fikrət həmin vaxtlar öz zəruri tələbatını başqalarında, bəlkə də elə həmin bu Elzanın özündə axtarmağa başlayıbmış. Fikrətin fəhlə briqadalarının birində Balayar adlı biri var idi. Əyyaş, narkoman, ağıldan seyrək. Cəvahir onu ilk dəfə İvanovkada görmüşdü, ancaq axır vaxtlar yerli yersiz bəhanə tapıb mağazaya gəlirdi. Cəvahiri görəndə ağzı sulanır, ona acgöz nəzərlərlə baxıb söz atırdı. Cəvahir heç ayağını da onun üstünə sürtməzdi, iyrənirdi ondan. Ancaq hər dəfə bir yolla başından eləyir, bu barədə Fikrətə deyib əlavə problem yaratmaq istəmirdi. Bir gün avqustun 14-ü bazar günü idi. Fikrət İvanovkaya getmişdi və demişdi ki, nahara da gəlməyəcək. Yunis Elvinin əlindən tutub həyətə gəzməyə çıxmışdı. Cəvahir yuyunmaq məqsədi ilə vanna otağına girdi. Uşaqlara görə narahat olduğu üçün tələsik yuyunub xalatını geyinərək çıxdı. Otağa girəndə Balayarı divanda oturmuş gördü və bu zaman az qaldı heyrətindən çığırsın. Balayarın isə dünya aləm vecinə deyildi. Baxışlarından dərhal hiss olunurdu ki, xeyli içki içib və ya narkotik maddə qəbul edib. Cəvahiri görəndə ayağa qalxdı və "Gəldim" deyib dişlərini ağartmağa başladı. "Sənin burada nə işin var? Çıx get." Cəvahir ona acıqlandı. Amma Balayar getmək fikrində deyildi. Xumarlanan gözlərini Cəvahirin açıq sinəsinə, daha sonra isə çılpaq ayaqlarına zilləyib şalvarının düymələrini açmağa başladı. Cəvahir üzünü ikrahla yana çevirdi. "Cəhənnəm ol burdan, yoxsa bu saat Fikrətə zəng vuraram." "Bəs sən məni istəmirdin?" Balayar arsız-arsız gülüb soyunmağına davam etdi. Bunu gözlərinin ucu ilə görən Cəvahir nə edəcəyini bilmədən çığırdı. "Geyin, rədd ol burdan, tərbiyəsiz köpək oğlu." Bax, həmin anda birdən qapı açıldı və Rizvan içəri daxil oldu. Hamam xalatında olan Cəvahiri və alt paltarını dizlərinə qədər indirmiş Balayarı görüb heyrətə gəldi. Cəmi bir neçə saniyə çəkdi beləcə. Sonra heç düşünmədən tapancasını çıxarıb Balayarın sinəsinə atəş açdı. Yarıçılpaq Balayar kürəyi üstə döşəməyə sərildi. Rizvan onun ölüsünə ikrahla baxıb silahını bu dəfə Cəvahirə tuşladı. "Fikrətin namusunu ayaq altına atırsan, vurum səni də." Cəvahir qorxudan nə deyəcəyini bilmirdi. Mən sən pozğunun, xəyanətkarın birisənmiş, Rizvan dedi. "Əslində öldürməliyəm səni, ancaq Fikrəti çağıracam. Qoy özü necə məsləhət bilir, elə də etsin səninlə." İvanovkadakı obyektə zəng vurub Fikrəti təcili evə çağırdı. Cəvahir isə indi divanda oturub əlləri ilə üzünü tutmuşdu və əri gələnə qədər beləcə qaldı. Ürəyində az da olsa ümidi var idi. Ümid edirdi ki, Fikrət ona inanacaq. Bu axmaq təsadüfün yaratdığı vəziyyəti anlayıb onun tərəfində duracaq. Amma onun düşündüyü kimi olmadı. Fikrət gəlib evdəki xoşagəlməz səhnəni görəndə və məsələnin nə yerdə olduğunu Rizvandan öyrənəndə Cəvahirin üstünə yeriyib onu şillə ilə vurmaq istədi. Sonra nə düşündüsə, əl saxlayıb onu boşadığını bildirdi və tələb etdi ki, təcil olaraq yığışıb Bakıya getsin. Cəvahir özünün günahsız olduğunu ərinə inandırmaq üçün yalnız bir cəhd etdi. Bildirdi ki, mən günahsızam və sənə heç vaxt xəyanət etməmişəm. Ancaq bu cəhdi boşa çıxdı. Fikrət ona inanmadı. Belə olan halda Cəvahir taleyinə boyun əymək qərarına gəldi. Düşündü ki, daha heç nə deməyəcək ərinə. Nə özünü təmizə çıxartmağa çalışacaq, nə də yalvaracaq. Çünki artıq sınmışdı Fikrətdən. Ömürlük sınmışdı. Ərindən bircə onu xahiş etdi ki, uşaqlarının hər ikisini ona versin. Amma Fikrət buna razı olmadı. Yunisi özündə saxladı. Belə olan halda Cəvahir dinməz söyləməz balaca Elvini götürüb avqustun 16-sında bu uğursuz şəhərdən çıxdı. Bakıdakı kəndlərinə qayıdıb qoca xəstə ata-anası ilə yaşamağa başladı.
Günün çoxunu onlarla və Elvinə qulluq etməklə keçilir. İmkan tapan kimi şəhərə qaçıb qadın salonlarında özünə iş axtarırdı. Nə yaxşı ki, ata-anasının pensiyası var idi. Yoxsa işsiz, gücsüz Cavahir o vaxtlar daha yaman günə qala bilərdi. Nə qədər gizlətməyə çalışsa da ərindən ayrıldığını kənddə hamı bildi. Bunun səbəbini hər kəs bir cür yozur ya da yozmağa çalışırdı. Rəhimə isə birinin üstünə beşini də qoyub danışmışdı. Əslində heç nə bilib bilməyə. Çünki Cavahir sonradan başa düşdü ki, avqustun 14-də baş verən o hadisə Fikrətin, Rizvanın, bir də onun özünün arasında sir kimi qalıb kənara çıxarılmayıb. Qonşu arvadlar qulaq girənlik edib, nəyin bahasına olursa olsun bir şey öyrənməyə çalışırdılar. Gah anasını, gah da Cavahirin özünü söhbətə tutub, boşanmanın sirrini açmağa baş sındırırdılar. Cəmaatın işi gücü yox imiş. Doğrudan da necə də həvəs göstərirdilər başqalarının ailə sirlərinə. Cavahir belələrini heç cür anlaya bilmirdi. Anlayanda da nifrət edirdi onlara. Adamlardan, onların söz-söhbətlərindən uzaq qaçmağa çalışırdı. Beləliklə, getdikcə təkləşirdi, özünə qapılırdı. Yenə nə yaxşı ki, Lökbatanda ərdə olan rəfiqəsi Esmira var idi. Hərdən telefonla onunla danışıb, dərdini dağıda bilirdi. Nəhayət şəhərdəki qadın salonlarının birində saç ustası kimi işə düzələ bildi. Ancaq ona demişdilər ki, müştərilərini özün tapmalısan. Cavahir hər gün səhər evdən çıxıb şəhərə gedir, axşamədək iş yerində bekar oturub müştəri gözləyirdi. Axır ki, bundan tamam bezdi və oradan çıxıb başqa yerdə iş axtarmağa başladı. Azərbaycana qayıtdığı bir ili olmamışdı. Əvvəl atası heç üstündən bir ay keçməmiş anası vəfat etdi. Cavahir evdə balaca Elvinlə tək qaldı. Bəlkə də həyatının ən ağır ayları idi o aylar. Elvini qonşuya tapşırıb şəhərə iş axtarmağa gedirdi. Əslində həmin vaxtlar neçə dəfə salonlarda ürəyinə yatan iş tapa bilmişdi. Amma həmin yerlərin kişi sahibləri ərindən boşandığını hiss edən kimi başlayırdılar ona müxtəlif təkliflər etməyə. O da məcbur olub çıxırdı oradan. Ərə getmək barədə isə heç düşünmürdü. Bir də heç vaxt ərə gedib ixtiyarını, azadlığını kiməsə verməyəcəkdi. Öz ayaqları üstündə durmağa çalışıb, özünə normal yaşayış quracaq, oğlunu böyüdüb bir yana çıxaracaqdı. Amma həmin vaxtlar işindən hələ ki qəpik quruş qazanan Cavahir yaşamağın özü bir problem idi. Bəzən elə olurdu ki, çörək almağa ya da avtobusa verməyə pulu olmurdu. Yenə çox sağ olsun. Belə vaxtlarda Esmira neçə dəfə ona yardım etmişdi və pulu olmadığını hiss edib pul vermişdi. Bir dəfə yenə evdə hər şey qurtarmışdı. O da Elvin də ac idilər. Esmiradan isə pul istəməyə utanırdı. Çünki yazıq elə bir həftə əvvəl 20 manat pul vermişdi. Cavahir özündən çox Elvinin dərdini çəkir, xəcalətindən ac uşağın üzünə baxa bilmirdi. Belə bir vəziyyətdə Davud müəllim zəng vurub dedi ki, Elvini görmək istəyir. Onlar Rusiyadan qayıtdandan sonra belə hallar bir neçə dəfə olmuşdu. Keçmiş qaynatası nəvəsini görmək istəmiş, Cavahir də Elvini aparıb bir günlüyə onun evində qoymuşdu. Bir gündən artıq heç saxlamamışdılar. Elə getdiyi günün səhəri zəng vururdular ki, gəl götür apar uşağını. Oğlunu onların evinə həmişə könülsüz aparan Cavahir bu dəfə zəngə yaman sevindi. Fikirləşdi ki, heç olmasa Elvin bir gün doyunca yemək yeyəcək. Uşağı tələsik giyindirib ac qarnına yola düşdü. Oraya çatanda nahara lap az qalmışdı. Mətbəxdə bişirilən ət xörəyinin qoxusu otağı da bürümüşdü. Davud müəllim uşağı Cavahirdən alıb üzündən öpdü və gedib divanda oturdu. Rəhimə salamsız kəlamsız mətbəxə keçdi. Bahadurla qardaşı televizora baxırdılar. Ayaq üstə qalmış Cavahirə isə əhəmiyyət verən də yox idi.
Mətbəxdən gələn ləzzətli qoxu ac mədəsini qıcıqlandırırdı. Bir neçə saniyə beləcə ayaq üstə dayanıb ah çəkdi və keçmiş qaynatasına aparmaq lazım olanda zəng vurarsınız deyib evdən çıxdı. Aclığa da, pulsuzluğa da dözməyə alışırdı artıq. Aldığı ucuz paltarları dəyişik olmadığı üçün axşamdan yuyub ütüləyir, səhər geyinib işə gedirdi. Çalışırdı ki, üst başı həmişə təmiz və səliqəli olsun. Hərdən elə düşünürdü ki, ürəyinə yatan normal bir kişi olsa, lap belə evli olsun. Onu saxlamaq istəsə razılaşar. Tək ki, bu adam onu həmişəlik özününki hesab etsin, biraz oynadıb atmasın. Ancaq özünün ehtiyacı olanda axtarmasın Cəvahiri. Cəvahirin də ürəyi istəyəndə onun yanında olsun. Özü də ərdə olanda Fikrətin belə bir iş tutsaydı, yəni onu tam təmin etməklə başqasını da saxlasaydı inciməzdi. Müsəlmançılıqda da pis baxmırdılar buna. Əgər ərin hansısa bir dul qadını arvad kimi saxlayırsa, onun pis yollara düşüb fahişəlik etməsinə imkan vermirsə, bunun nəyi pis idi? Bəli, hərdən ürəyindən keçirdi ki, kimsə bir nəfər mərd, həqiqi kişi adamla əlaqə qursun. Evlənib öz ixtiyarını tamamilə ona verməmək şərti ilə. Ancaq harda idi eləsi? Yox idi. Hamısı müvəqqəti olaraq öz ehtirasını söndürməyə çalışırdı. Biraz qocalandan sonra ya sadəcə doyandan sonra mütləq atacaqdılar onu. Nadir hallarda yalnız xeyirxahlıq niyyəti ilə heç bir başqa məqsəd güdmədən maşınına dəvət edənlər də olurdu. Amma belələri davranışlarından dərhal tanınırdılar. Məsələn, bir dəfə yağışlı havada dayanacaqda təkcə dayanmışdı. Əlində yükü də çox idi. Bir abırlı gənc avtomobili onun qarşısında saxladı və ciddi səslə "Bacım, gəlin əyləşin, sizi kəndə qədər aparım" dedi. Bacım, yəni daha burada başqa bir məqsəddən söhbət gedə bilməzdi. Cəvahir o gün işdən yaman yorğun çıxmışdı. Elvin evdə ac idi. Maşına əyləşdi. Oğlan yol boyu bircə kəlmə də danışmadan onu aparıb kəndin girişində endirdi. Tək-tək də olsa belələri var idi. Amma bəzən lap gülməli hallarla da rastlaşırdı. Məsələn, bir dəfə yenə dayanacaqda dayanıb avtobus gözləyirdi. Qarşısında bir Nissan dayandı. Maşının sürücüsü olan orta yaşlı bir kişi onu maşınına dəvət etdi. Cəvahir başını yana çevirib etirazını beləcə bildirdi. Amma maşın çıxıb getmədi. Sonra bir Opel gəlib Nissanın arxasında dayandı. Bunun da sürücüsü Cəvahiri maşına çağırdı. Cəvahir üzünü yana çevirmişdi və çalışırdı ki, maşınlara heç baxmasın. Tərs kimi avtobusa gəlmək bilmirdi. Bu dəfə başqa bir avtomobil gəlib Cəvahirin qarşısındakı sırada öz yerini tutdu. Bu, Lexusun bahalı modellərindən idi. Sənin kimi gözəl burada tək dayanmamalıdır. Gəl aparım səni. Yenə dinmədi. Avtobusun gəlməyini gözləyirdi. Nəhayət, Opel o birilərinin ondan bahalı olduğunu anlayıb öz yerini bildi və üzü sulu çıxıb getdi. Daha sonra Nissan aradan çıxdı. Lexus isə getmək istəmirdi. İnsan necə də şəxsiyyətsiz ola bilərmiş? Cəvahir bəzən belələrinə deməyə söz tapmırdı. Bu kişilər niyə belə olurlarmış? Nəysə. Kənddəki qonşular, şəhərdəki iş yoldaşları, bir sözlə, Cəvahiri tanıyanların heç biri inanmırdılar ki, onun əlaqə saxladığı kişi yoxdur. Heç ən yaxın rəfiqəsi Esmira da inanmırdı buna. Düşünürdülər ki, necə ola bilər ki, belə gənc, gözəl, üstəlik ərsiz qadın indiyədək kiminsə əlinə keçməsin. Çox çətinliklərlə üz-üzə gəldi.
Bütün gücü ilə, iradəsi ilə çalışıb çarpışdı və axır ki, istədiyinə nail oldu. Oğlunu sağlam, tərbiyəli, savadlı böyütdü. Elvin indi universitetin 3-cü kursunda oxuyurdu. Özünə də yaxşı bir gözəllik salonu açdı. Kifayət qədər pul qazanmağa başlayandan sonra evini təmir etdirdi. Başdan başa zövqlə bəzədi. 2 il əvvəl özünə Toyota markalı mini avtomobili aldı. Yaşının 45-ə çatmasına baxmayaraq, yenə də ona yaxınlaşan, evlilik, yaxud dostluq təklif edən kişilər az deyildi. Amma Cavahir onların hamısını qətiyyətlə rədd edirdi. Gündüzlər yalnız öz işinin başında olur, hər şeyi özü nəzarət edirdi. Sahiblik etdiyi gözəllik salonu artıq şəhərdə ad çıxartmışdı. Axşamlar isə bir qədər yorğun qayıdırdı. Amma bu yorğunluq xoş bir yorğunluq olurdu. Tələsik mətbəxə keçib yemək hazırlayırdı və Elvinlə oturub yeyirdilər. Elvin onun universitetdəki dərslərindən danışırdı. Deyib gülüb vaxtlarını beləcə keçirirdilər. Yatmaq vaxtı gələndə isə Cavahir öz otağına keçib, soyunaraq yatağına girir, həmişə olduğu kimi Fikrətin xəyalı ilə qol-boyun olurdu. 3-cü bölüm. Səhər saat 9-da böyük ailə yenə səhər yeməyi süfrəsinə toplaşmışdı. Masanın arxasında yalnız Ayxanın yeri boş idi. Fikrət Ayxanın bu gecə Cavahirgili üçün ayrılmış evdə qaldığını artıq Aydənizdən eşitmişdi. Baş vermiş qətillərdən və evin arxasındakı odun qalağı yandırılarkən divara yazılmış xəbərdarlıqdan sonra ailə üzvlərinə hakim kəsilmiş sarsıntı hələ çəkilib getməmişdi. Süfrədə hamı iştahsız və qanqara görünürdü. Hamının üzündə ölüm qorxusunun nişanələri duyulurdu. Həmin son hadisədən sonra daha çox narahat olan Rizvan səhəri gün bütün bağçanı qarış-qarış gəzib, ayaq izləri və ya hər hansı əşyayı dəlil tapmağa çalışsa da heç nəyə nail ola bilməmişdi. Gecə orada axtarış aparan mühafizəçilər yəqin ki, bütün izləri tapdalamışdılar. Elə həmin gün hardansa daha 2 mühafizəçi tapıb gətirmişdi və bu saat həmin idmançı oğlanlar əvvəlki mühafizəçilərlə birlikdə bütün həyəti nəzarət altında saxlayırdılar. Ailə üzvlərinin hər birinə bir daha tapşırmışdı ki, hara getsələr mütləq bu barədə Rizvana bildirsinlər və Rizvan onlara can güdən qoşsun. Ev sahibi yeməyə başlamamış üzünü narazı halda ögey qardaşına tutdu. Axşam yenə harda idin? Ruslanla kafedə oturmuşduq. Bahadur astadan mızıldandı. Sən vəziyyətimizin necə olduğunu görmürsən? Fikrət acıqlandı. Uşaqsan, görürsən ki, başımıza nə işlər gəlir. İvanovkadakı obyektlər də sənin adınadır. O gün Elza da dedi sənə. Qorxmursan ki, səni tutub satış sənədlərinə məcbur qol çəkdirərlər. Sonra da mənə heç kəs heç nə edə bilməz. Məni heç kəs heç nəyə məcbur edə bilməz. Bahadur onun sözünü ağzında qoydu. Qaldı o yerə, istəyirsən elə bugün keçir təzədən öz adına. Daha ər-arvadla başımı keçəl elədiniz. Keçirərəm, keçir, amma yenə özüm işlədəcəm oranı. Söhbətin bu yerində Kəmalə dözməyib ərini müdafiəyə qalxdı. Başa düşmürəm, nə xəbər var? Dünyanın başından bir gərəksiz yer vermişsiniz, onu da gündə 5 dəfə başımıza qaxırsınız. Fikrət qardaşı arvadını mənalı baxışlarla süzüb, səsini bir qədər alçaltdı. Oranın gəlirində gözüm yoxdur. Özünüz yaxşı bilirsiniz bunu. Sizə demişəm ki, bacarırsınız oranı işlədin, inkişaf etdirin. Ancaq prinsipə düşmüşəm. O yer Tarasova satılmayacaq. Siz də çalışıb elə edin ki, məni pis vəziyyətdə qoymayın. Bu zaman darvaza açıldı və Ayxan həyətə daxil oldu. Yerişindən və gözlərinin bir qədər şişməsindən hiss olunurdu ki, bütün gecəni yatmayıb. Masaya yaxınlaşıb salam verdi. Süfrə arxasında əyləşənlərin hamısını ötəri nəzərdən keçirib, əlini qısa saçlarına çəkdi. Yaman acmışam, həm də başım ağrıyır. Deyin mənə içki gətirsinlər.
Kofe için Elza Mixaylovna məsləhət gördü. Yox, viski istəyirəm. Ayxan başını bulayıb boş stolda oturdu və üzünü ev sahibinə tutdu. Mühafizəçilərdən birinə tapşırın, o evə getsin. Hər halda belə məsləhətdir. Orada nəsə baş verib, Fikrət narahat oldu. Yox, amma baş verə bilər. Heç olmasa bir nəfər göndərin ora. Ev sahibi boylanıb həyətə göz gəzdirdi və darvazanın yanında dayanmış mühafizəçilərə baxdı. Kolya haradadır? Görünmür. Kolyadan yaman narahatam. Rizvan fikirli halda dilləndi. Dünən axşamüstü ona tapşırmışdım ki, Tarasovun bəzi adamlarını izləsin. Yəni, əsasən Fyodor Barsovu. Axşam mənə zəng vurdu. Dedi ki, deyəsən həmin Yaguarın izinə düşmüşəm. Ətraflı danışmağa imkanı yox idi. Doğrusu, ona o qədər də inanmadım. Tapşırdım ki, ehtiyatlı olsun və şübhəli bir şey görsə dərhal mənə bildirsin. Sonra daha ondan zəng gəlmədi. Mən özüm neçə dəfə zəng vurmuşam, telefonu indiyədək bağlıdır. Fikrət dodaqlarını bir-birinə sıxıb başını yellədi. Yaxşı, bəs o özü zəng vuranda nə dedi sənə? Yaguarın izinə harda düşübmüş? Nə vaxt? Axşam hava qaralanda, Rizvan dedi. Yaguar Cavahirgilin qaldığı məhəlləyə tərəf gedirmiş. Maşındakı Fyodor imiş? Yox, bunu demədi. Bəlkə də Kolya maşını təsadüfən görüb. Bəlkə də həmin vaxt Fyodoru izləmirmiş. Yəqin görüb ki, Yaguar həmin küçəyə tərəf gedir və ondan şübhələnib. Bəs belə şeyləri niyə mənə vaxtında demirsən? Mənimlə məsləhətləşmirsən? Dedim axı, Kolyanın şübhəsini ciddi qəbul etmədim. Cavahirgil üçün o evi mən kirayə eləmişəm. Kolya ilə birlikdə. Evin harda yerləşdiyini isə bircə sənə dedim. Bir də Ayxanla Aydəniz onları qarşılamağa gedəndə ünvanı Aydənizə verdik. O adamların evin yerini belə tezliklə öyrənə biləcəyini ağlıma gətirmədim. Yəni, heç Cavahirlə oğlunun bura gələcəyini də kənar adamlar bilmirdilər axı. Ay Rizvan, Fikrət yenə başını buladı. Elə danışırsan ki, bu adamlar indi bizim hər addımımızı izləyirlərsə, deməli oğlumun Bakıdan gəlməyini də, hansı evdə qalacağını da öyrənə bilərdilər. Sonra narahat halda Ayxana tərəf döndü. Siz heç demədiniz axı, orada nə baş verib? Ayxan xidmətçi qadının onun üçün gətirdiyi viskidən qədəhə süzüb başına çəkdi və bir qədər gec cavab verdi. Biz oradan qaydanda mən həmin küçədə qara rəngli Yaguar gördüm. Sürücüsü maşını Elvingilin olduğu evin qarşısında saxlayıb yerə indi. Mən tələskənlik edib özümü ona tez göstərdim. O da mənə atəş açaraq qaçdı. Sonra Aydənizi evə göndərib özüm gecəni orada qalmaq qərarına gəldim. Həmin adamın üzünü gördünüz? Sualı yenə Fikrət verdi. Yox, qaranlıq idi. Bəs maşının nömrə nişanları çıxarılmışdı. Bəs Kolyanı necə? Gördünüzmü? Rizvan cəld soruşdu. O mənim maşınımla getmişdi. Lexusla. Yox, görmədim. Yaguar çıxıb gedəndən sonra mən evə girdim. Ayxan bunu deyib yeməyə başladı. Rizvan qızına tərəf boylandı. Aydəniz, bəs sən evə qaydanda yolda Kolyaya rast gəldin? Yox ata, Aydəniz cavab verdi. Heç qabağıma çıxan maşınlara fikir vermədim. Fikrət yerində rahat otura bilmirdi. Yəqin indi daha çox oğlu Elvin üçün təlaş keçirirdi. Ayağa qalxıb masadan aralandı və Rizvanı yanına çağırdı. Soltana ünvanı başa sal, qoy ora getsin və bir dəqiqədə Elvindən aralanmasın. Yaxşı, bu saat. Rizvan Soltanı kənara çəkib ona lazımi tapşırığını verdi və Soltan maşına əyləşib həyətdən çıxandan sonra Fikrətlə yenidən öz yerlərinə qayıtdılar. Süfrə başında milçək uçsaydı səsi eşidilərdi. Yaranmış bu ölü sükutu yenə birinci ev sahibi pozdu. Rizvan, sən nə fikirləşirsən? Yenə Tarasovun adamından şübhələnirsən? Düzünü soruşsan,
Daha qəti fikir söyləməyə çəkinirəm. Başını əlləri ilə qamarlamış Rizvan cavab verdi. Ancaq bir özün düşün. Bu cür ustalıqla adam öldürürlər. Gecə iz qoymadan həyətə girib yanğın törədirlər. Bizi izləyib gizli evin yerini öyrənirlər. Bütün bunları Tarasovdan başqa kim edə bilər axı? Kimin gücü imkanı çatar buna? Hələ qoy Kolya gəlib çıxsın, mənə elə gəlir ondan çox şey öyrənə biləcəyik. Görək, o həmin məhəlləyə gedən Yaguarı təsadüfən görüb, ya elə həmin maşını sürən Fyodor Barsovu izləyirmiş. Amma mən bir şeydən qorxuram. Lap bəzi sirləri aça bilsək də, Tarasova heç nə sübut edə bilməyək. Qayda yox, qanun yox. Kimin pulu var, arxası var, o da öz bildiyini eləyir. O puldan arxadan bizdə də var. Fikrət dostuna etiraz etdi. Tək ki Tarasovun əleyhinə əlimizdə ciddi fakt olsun, mən bu işin axırına qədər gedib onu həbs etdirərəm. Əlinə götürdüyü yumurtanın qabığını soyan Ayxan öz-özü ilə danışırmış kimi astadan dinləndi. Ancaq mən yenə o fikirdəyəm ki, bütün bu işlərdə Karamyanın əli var. Fikrət acı-acı gülümsədi. Yanğın yerindən tapılmış alışqan göstərir ki, bu işlərdə Karamyanın əlinin olmasına yalnız 1% inanmaq olar. O bircə faiz də yalnız Karamyanın axmaq olduğu halda özünü doğrulda bilər. Karamyan axmaq deyil. Ayxan eyni sakitliklə etiraz etdi. Fikrət ona nəsə demək istəyirdi ki, Bahadur söhbətə qarışdı. Dünən Ruslanla bu barədə xeyli söhbət etdik. Ruslan da bu şəhərin adamlarını 5 barmağı kimi yaxından bələddir. O deyir ki, bu işlər Renatadan uzaq deyil. Hətta onun oğlunun qara rəngli Yaguarı var. Düzdür, Ruslan deyir ki, Roman belə cinayətləri bacarmaz. Amma Renata istənilən iş üçün pulla adam tuta bilər. Renata mənə qarşı bu düşmənçiliyi nə üçün etməlidir axı? Fikrət başını yellədi. Çünki onu işdən qovmusan. Düz 11 il bundan əvvəl. Həm də o mənim firmamdan çıxmaqla heç nə uduzmayıb. Əksinə, varlanaraq az qala mənə çatıb. Nə olsun, o ermənidir. Pisliyi heç vaxt unutmaz. Bir də ki, o vaxt intiqam almaq üçün gücü yox idi. Amma indi var. Yox, Rizvan Bahadurla razılaşmadı. Sənin Ruslanın boş-boş danışır. Özünüz bilirsiniz ki, imkanım olsa o qadını boğub öldürərəm. Ancaq onun əli yoxdur bu işdə. Bahadur daha bir söz deməyib əlini yellədi. Səhər yeməyi bitmək üzrə idi. Ayxan somuzu tikəsini yeyib ayağa qalxdı. Mən biraz yatmaq istəyirəm. Amma siz oraya adam göndərməyi unutmayın. Göndərdik. Rizvan bunu demişdi ki, telefonundan zəng gəldi. Deyəsən, kimsə xoşa gəlməz xəbər vermişdi. Necə? Nə danışırsan? Bu saat gəlirik. Telefonu qapayıb Fikrətə baxdı. Kolyanı öldürüblər. Meyidi körpü tərəfdə, çayın sahilində tapılıb. Zəng vuran müstəntiq idi. Öldürüblər? Fikrət heyrətlə səsləndi. Hə, Rizvan ayağa qalxdı. Mən ora gedirəm. Bahadur, sənin maşınla getmək olar? Mən özüm aparacam səni. Bahadur da qalxdı. Bədxəbər onsuz da sarsıntı içində olan Fikrətə sanki növbəti dəfə zərbə vurmuşdu. Yerindən çətinliklə durdu. Özümlə getsəm yaxşı olar. Ayxan da yatmaq fikrindən vaz keçdi. Mən də sizinlə gedirəm. Rizvan cəld darvazanı açdırdı. Dördü də Bahadurun maşınına əyləşib yola düşdülər. Getməzdən qabaq Fikrət nəzərli Valeriya qatı tapşırıq verdi ki, ailə üzvlərindən heç kəs darvazadan çölə buraxılmasın. Təxminən 10 dəqiqə sonra onlar hadisə yerinə çatdılar. Çayın daşlıq sahilində axtarış aparan əməliyyat qrupu öz işini yekunlaşdırmaq üzrə idi. Kolyanın meyidi ağ rəngli Lexusun 5-6 addımlığında arxası üstə sərilib qalmışdı. Sahildəki polis avtomobillərdən birində əyləşib protokol yazan müstəntiq
Sakulin gələnləri görüb, işini yarımçıq qoyaraq maşından çıxdı. Onlara yaxınlaşıb başını tərpətməklə salam verdi və üzünü Fikrətə tutub dedi. Tibbi ekspertiziyanın hələlik ilkin ehtimalına görə ölüm 10-12 saat bundan əvvəl baş verib. Yəni dünən axşam. Qatil Kolyanın başından nəsə küt bir alətlə vurub. Kolya yerə yıxılandan sonra isə bir neçə dəfə maşınla onun üstündən keçib. Daşların üstündə avtomobil təkərlərinin izi qalmayıb. Ancaq burada bir kiçik torpaq sahədə aydın görünən izlərə rast gəldik. Bunlar Jaguar avtomobilinin təkər izləridir. Yenə Jaguar, Rizvan dodağının altında deyindi. Deməli belə çıxır ki, Kolya doğrudan da həmin qara Jaguarın izinə düşübmüş. Nə dediniz, Rizvan Salmanoviç? Müstəntiq dərhal maraq göstərdi. Kolya həmin Jaguarı izləyirdi. Hə, Rizvan cavab verdi. Mən öz maşınımı ona verib iş dalınca göndərmişdim. Axşam təxminən saat 9-da mənə zəng vurub dedi ki, deyəsən qara Jaguarın izinə düşmüşəm. Mən ona ehtiyatlı olmağı tapşırdım. Sonra özüm ona zəng vuranda artıq telefonu bağlı idi. Aha, Sakulin başını asta-asta tərpətdi. Siz mütləq birazdan prokurorluğa gəlib izahat verərsiniz. Kolya izlədiyi adamın kimliyi barədə bir söz demədi sizə? Yox, demədi. Bilirsinizmi? Müstəntiq dönüb əlini meydə uzatdı. Qatil Kolyanı tapanca ilə vurmayıb. Başından küt bir alətlə vurub. Mənim fikrimcə, bu onu göstərir ki, onların hər ikisi burada maşınlarını saxlayaraq yerə eniblər və hətta söhbət ediblər. Buna görə də mənə elə gəlir ki, Kolya qatili tanıyırmış. Ola bilər. Rizvan nədənsə Fikrətə baxdı. Bu barədə prokurorluqda söhbət edərik. Biz də o fikirdəyik ki, Kolya qatili tanıya bilərdi. Ayxan meydə yaxınlaşıb ona diqqətlə baxmağa başladı. Kolyanın başında kiçik yara izi var idi. Amma üstündən maşın keçdiyi üçün bədəni, daha çox da dizdən aşağı ayaqları parçalanıb, əcaib hala düşmüşdü. Aşağı əyilib meydə daha diqqətlə nəzər yetirdi. Sonra müstəntiqin ona yaxınlaşdığını görüb ayağa qalxdı. Nə fikirləşirsiniz, Asayev? Müstəntiq soruşdu. Heç nə. Ayxan istehza ilə gülümsədi. Bu adam sizə əməlli başlı barmağına dolayıb. Artıq bu 3-cü qətildir. Üstəgəl fermadakı yanğın. Niyə bizi? Sakulin incik halda soruşdu. Elə həm də səni, cənab dedektiv. Məni barmağına dolayan hələ anasından olmayıb. Əgər belədirsə, niyə qatili tapa bilmirsiniz? Axı, onun qətlə yetirdiklərindən biri də sizin dostunuzdur. Üstəlik, qatili tapacağınız barədə Fikrət Davudoviçə də söz vermişsiniz. Mən heç kəsə söz verməmişəm. Ayxan əlini laqeydliklə yellədi. Əgər Fikrət Davudoviç onu izləyən bu bəladan salamat qurtarmaq istəyirsə, əlini cibinə salmalıdır. Fikrət nəzərli onu eşidib yaxına gəldi. Bizim hörmətli dedektivimiz, deyəsən pulsuz iş görmür. Bilmək olarmı nə qədər istəyir? 200.000 dollar. Ayxan eyni laqeydliklə dilləndi. Paho. Fikrət dönüb Rizvana baxdı. Eşitdin Rizvan? Bu cavan oğlanı başa sal ki, mən həmin pula 200 cangüdən tuta bilərəm. Bunun sizə heç bir xeyri olmaz. Ayxan bunu deyib Bahadurun maşınına doğru getdi. Mən öz maşınımı götürə bilərəm? Rizvan müstəntiqdən soruşdu. Hə, Rizvan Salmanoviç, götürə bilərsiniz. Müstəntiq dedi. Biz artıq ona baxış keçirmişik. Amma birazdan prokurorluğa gəlməyi unutmayın. Yaxşı, biz getdik. Sizə uğurlar. Fikrət Rizvanın, Ayxan isə Bahadurun maşınına əyləşdi və yola düşdülər. Hadisə yerindən təzəcə uzaqlaşmışdılar ki, qanı bərk qaralmış Fikrət nəzərli əsəbi halda
başını yellədi. Fixmanın bu işbacarmaz dedektivi yaman dedi ha. Nə az, nə çox. 200.000 dollar. 4-cü bölüm. Hər tərəfi sıx meşələrlə əhatə olunmuş düzənliyin cənub sərhədində, İvanovka tərəfdən gələn torpaq yolun kənarında Nisan markalı bir avtomobil dayanmışdı. Valeri və yeni işə götürülmüş mühafizəçilər Saşa arxalarını maşına söykəyib söhbət edirdilər. Onların durduğu yerdən böyük düzənliyə gözəl mənzərə açılırdı. Yalnız düzənliyin şimal-şərq tərəfində yerləşən yanmış fermanın xarabalığı bu mənzərəyə kədərli bir görkəm verir, baxanlara son günlər baş vermiş faciəli qətilləri xatırladırdı. Mühafizəçilər oradan-buradan söhbət etsələr də, bütün diqqətləri düzənliyin şimalında, istirahət mərkəzindən gələn yola yaxın dayanmış Chevroletdə və ondan bir qədər aralı əl-ələ tutub gəzişən gənclərdə idi. Üstlərində gəzirdikləri silahlarını hər ehtimala qarşı hazır saxlamışdılar. Yunisin Moskvadan gəlmiş dedektiv qızın və öz başçıları Kolyanın müəmmalı şəkildə qətlə yetirilməsi onları son dərəcədə ayıq olmağa məcbur edirdi. Turxan bugün sevgilisi Kristina ilə gəzintiyə çıxmışdı. Cangüdənləri də etiraz etməsinə baxmayaraq atası qoşmuşdu ona. Fikrət nəzərli Ərköyün oğlunun arzusuna qarşı gedə bilməyib gəzintiyə icazə versə də, bu qorxulu vaxtda onu tək buraxmaq istəməmişdi. Fermanın hisli dirəklərindən ibarət xarabalığının qarşısında dayanmışdılar. Elə söhbətləri də bu fermanı yandıran, daha sonra 3 ardıcıl ölüm hadisəsi törədən naməlum qatil barədə idi. Səncə kim yandırıb bunu? Arıq, nərmə nazik qız olan Kristina soruşdu. Hələ bilinmir. Turxan könülsüz cavab verdi. Qonağımız dedektiv Asayevə inansaq, Karamyanın adamları. Kimdir o Asayev? Ayxan adında cavan oğlandı. Baxanda bacarıqlı adama oxşayır. Amma hələ ki heç bir iş görə bilməyib. Turxanın çox tutqun görkəmi var idi. Danışanda həyəcanlanır, bu həyəcanını qızdan gizlətmək üçün onun üzünə baxmamağa çalışırdı. Onun bu halı Kristinanın nəzərindən qaçmamışdı. Turxan, sənə nə olub? Özündən xəbərin var necə arıqlamısan? Başa düşürəm, qardaşını öldürüblər. Sonra başına elə hadisə gəldi. Yanında o qızı vurdular. Bilirəm ki, bunları unutmaq çətindir. Amma yenə möhkəm olmağa çalış. Allaha and olsun, belə getsə xəstələnib yatağa düşəcəksən. Bütün polis idarəsi həmin qatili axtarır. İnanıram ki, onu lap tez tapacaqlar. Amma sənə yalvarıram, çalış ki, dözümlü olasan. Çalışaram. Turxan can dərdi gülümsədi. Şəhərdə çoxları sizin başınıza gələn bu işləri Tarasovdan bilir. Deyirlər ki, həmin bu yerə görə atamla rəqabət aparır. Şəxsən mən Fikrət əminin yerində olsaydım, satardım buranı ona. Tarasov çox tərs adamdır. Dalında da bir mafiya durub. Bu şəhərdə hamı çəkinir ondan. Elə prokuror da, polis rəisi də. Rizvan əmi də ancaq ondan şübhələnir. Tarasovdan. Ancaq sənin bu Rizvan əmin də az bilmir ha. Sən onun əvvəllər banda başçısının Cangüdədə olduğunu bilirsən? Hə, oğlan başını tərpətdi. Eşitmişəm. Sonra o adamı öldürüblər. Rizvan başlayıb müstəqil reketlik etməyə. Ləqəbi də baron imiş. Fikrət əmi bura gələndən sonra onu düz yola qaytarıb. Başlayıb atana Cangüdəlik etməyə. Atan yavaş-yavaş böyük şirkət qurub. Rizvan da Fikrət əminin köməyi ilə neçə yerdə mağaza filan açıb özünə. Taxta sexi yaradıb, amma sonradan hamısını bir-bir satıb verib qumara. Sən bunları hardan bilirsən? Turxan etiraz etdi. Rizvan əmi obyektlərini qumarda uduzmayıb. Azərbaycanda yaşayan qohumlarına əl tutub. Ağır xəstə var imiş orada. Sonra əmisi oğlu həbsə düşüb. Rizvan əmi onu xilas edib. Kristina dodaqlarını büzdü. Mən eşitdiyimi deyirəm. Bilirsən polisdə nə danışırlar onun barəsində? Qızın atası polis mayoru idi.
Bu baxımdan onun dediklərinə inanmaq olardı. Nə danışırlar? Turxan maraqlandı. Deyirlər o vaxt arvadını güllə ilə vurmuş Aleksey adlı oğlanı da Rizvan öldürtdürüb. Həbsxanada adamları var onun. Elə sənin əmin Bahadur da tez-tez buradan koloniyaya gedib gəlir. Dostları çoxdur orada. Nə olsun? Mən də onun yerinə olsaydım öldürərdim o Alekseyi. Məsələn, əgər o səni vursaydı. Kristina gözlərini süzdürdü. Mən əlimə tapanca alıb Aydənizi öldürməyə getsəydim və Aleksey məni vursaydı, hə? Sən Aydənizi niyə öldürməlisən ki? Rizvanın arvadı Renatanı niyə öldürmək istəyirmiş? Ona görə. Yoxsa sən məni qısqanırsan? Qız əlini yelləyib fınxırdı. Pah, onun nəyini qısqanacam səni? Gombulun biridir. Mənə çox maraqlı gəlir ki, bu Gombul aşiq olub sənə. Yox, Turxan Duruxun nə deyəcəyini bilmədi. Yəni o mənim xətrimi çox istəyir. Vəssalam. Aramızda başqa heç nə ola bilməz. Xeyr, o səndən ötürü ölür. Hələ onu da bilirəm ki, bir dəfə sənə görə özünə qəsd etmək istəyib. Çoxlu yuxu dərmanı içib. Gombul ayı balası. Turxan açıq-aşkar incidi. Belə danışma, o pis qız deyil. Həm də Rizvan əminin qızıdır. Biraz fasilə verdi. Atam da onu çox istəyir. Hə də, Kristina səsini qaldırdı. Güya mən bilmirəm ki, Fikrət əmi onu almaq istəyir sənə. Atam istəməklə deyil ki, mən səni sevirəm. Bir də xahiş edirəm, Aydəniz barədə belə danışma mənim yanımda. Danışmaram, ancaq sən də söz ver ki, təkcə məni sevəcəksən. Söz verirəm. Kristina birdən onu qucaqlayıb dodaqlarından çılğınlıqla öpməyə başladı. Buradan can güdənlər görünsələr də hər halda uzaqda idilər. Turxan qızın əlindən güclə qurtulub, üzünə tökülmüş uzun saçlarını əli ilə yığışdırdı. Kristina güldü. Nə oldu, dözə bilmədin? Söhbət dözməkdə deyil. Turxan özünü müdafiə etdi. Sən vəhşi kimi öpüşürsən. Mən belə istəmirəm. Bəs sən necə istəyirsən? Sakit, yavaş-yavaş. Turxan, qız dönüb yenə yanmış fermanın xarabalığına baxdı. Nədir? Yunus öləndən sonra Fikrət əminin tək varisi sənsən, hə? Yoxsa o Bakıdan gəlmiş oğlan da burada yaşayacaq? Yox, Elvin yəqin ki, burada qalmayacaq. Qayıdıb gedəcək Bakıya. Bilirsən, nə fikirləşirəm? Qız nədənsə çətinliklə danışırdı. Yunus Fikrət əminin böyük oğlu idi. Yəni gələcəkdə onun yerinə namizəd sayılırdı. Rizvan isə onların bir nömrəli adamı. Bax, Yunusu öldürdülər. Rizvanı da öldürmək istəyirlərmiş. Təsadüfən sağ qalıb. Onun çoxdankı adamı olan Kolyanı da öldürdülər. Əgər Fikrət əmiyə də bir şey etsələr, yəni onu da öldürsələr, hamı bilirsən kimdən şübhələnəcək? Kimdən? Anandan, Elza Mixaylovnadan. Boş-boş danışma, Turxan acıqlandı. Bunları atan deyib sənə? Hər kim deyib, nə fərqi var? Turxan bərk tutulmuşdu və buna görə də gec dilləndi. Sən anamı nə hesab eləyirsən? Eyib deyil. Qız özünü tələsik təmizə çıxarmağa çalışdı. Mən ananı gözəl insan hesab edirəm. Onun haqqında pis söz demədim ki. Sadəcə polisə gedən söz-söhbətlərdən danışıram. Bilirsən, qatil tapılmadığı üçün 100 cür fərziyyə qururlar. Amma onlar məni də öldürmək istəyirdilər. Bəs atam bunu niyə nəzərə almır? Güllə düz burnumun qabağından keçdi getdi. O adam əslində Melisanı yox, məni öldürmək istəyirdi. Yazıq qız mənim güdazıma getdi. Bilirəm, Kristina dodaqlarını gəmirdi. Yaxşı, daha nə danışırlar? Rizvanla çoxdan haqq hesabı olan Ruslan adlı bir nəfər bu fermanı yandırılandan 2 ay əvvəl həbsdən çıxıb. Nə olsun? Turxan çiyinlərini oynatdı. Bundan bizə nə? O Ruslan sənin əminlə çox yaxın dostluq edir. Nə olsun ki? Əmin də əslində atanın varislərindən biri hesab oluna bilər.
Mən Ruslanın Rizvan əmi ilə düşmən olduğunu eşitməmişdim. Görürəm, sən yaman çox şey bilirsən. Sən isə heç nə bilmirsən. Heç öpüşmək də. Kristina güldü. Yaxşısı budur, gəl öyrədim səni. Yaxşı, ancaq yavaş-yavaş. Turxan Kristinanı özünə tərəf çəkdi. Qucaqlayıb öpüşməyə başladılar. Uzaqdan onlara göz qoyan can güdənləri belə veclərinə almadan bir-birlərinə sarmaşmışdılar. Birazdan Kristina da artınıb oğlanın qoynundan çıxdı. Dayan, maşın səsi gəlir. İvanovkadan gələn meşə yoluna tərəf baxdılar. Bircə an keçməmiş torpaq yolda qara rəngli bir avtomobil göründü. Valeri ilə Saşa özlərinə gəlməmiş sürətlə onların yanından ötüb Turxangilə tərəf gəlməyə başladı. Cangüdənlər silahlarını çıxarıb atəş açdılar. Ancaq avtomobil artıq Gəncələ çatmışdı. Onlarla fermanın arasından keçib ətrafında dövrə vurmağa başladı. Yaguar, Kristina bəkdən çığırıb Turxana sarıldı. Turxan silahsız idi, nə edəcəyini bilmədən Kristinanın çiyinlərindən tutub dayanmışdı. Yaguarın sükanı arxasına oturmuş maskalı adam isə elə bil onlarla oynayırdı. Avtomobil artıq 3-cü dəfə idi ki, kəskin qıcıltı salaraq ətraflarında fırlanırdı. Nə Turxan, nə də Kristina düşünmək iqtidarında deyildilər. Bu qarşılıqda nəsə dərk etməyə imkanları da yox idi. Ucadan çığıra-çığıra onlara tərəf yüyürən can güdənləri də görmürdülər. Birdən maskalı adam tapanca tutduğu sol əlini maşının açıq pəncərəsindən çıxardı. Yalnız bircə atəş açıldı və qara rəngli Yaguar sürətlə yaxındakı meşə yoluna girib gözdən itdi. Kristina Turxanı tutub saxlaya bilmədi və oğlan arxası üstə otluğa sərildi. Onun sağ tərəfdən düz gicgahında qanlı bir deşik açılmışdı. Əllərində silah gəlib yetişən can güdənlər ələ keçməz Yaguarın getdiyi meşə yoluna tərəf baxıb Turxana yaxınlaşdılar. Oğlan artıq keçinmişdi. Sən bir işə bax, Saşa təəssüflə dedi. Heç nə edə bilmədik. Valeri dizini yerə atıb Turxanın yarasına baxdı. İt oğlu, bir buna bax, əclaf o dedektiv qızı da həmin bu yerindən vurmuşdu. Düz burasından. İndi atasına nə cavab verəcəyik? Tapancanı hələ də əlində saxlayan Saşa dilləndi. Biz nə edə bilərdik axı? Valeri özünə haqq qazandırmağa çalışdı. O lap ildırım kimi çıxdı meşədən. Atəş də açdıq, dəymədi. Kristina dinib danışmırdı. Donuq baxışlarını sevgilisinin cansız üzünə dikib, dizləri isə otluqda oturmuşdu. Deyəsən əməlli başlı şok halında idi. Nə edək? Saşa Valeriyə baxdı. Ev aparaq? Bunu? Başın işləyir sənin? Valeri acıqlandı. Zəng vurub bildirmək lazımdır. Həm polisə, həm də ki atasına. Yox, ən yaxşısı Rizvan Salmanovicə zəng vuraq. Qoy polisə də o xəbər versin. Atasına birdən-birə belə xəbəri verə bilmərik. Yaxşı, özün zəng vur. Saşa cib telefonunu çıxarıb Rizvana zəng vurdu. Rizvan Salmanoviç, çox pis hadisə baş verdi. Nə hadisə, Saşa? Turxanı vurdular. Necə? Kim? Necə yəni vurdular? Rizvan elə çığırdı ki, Saşa telefonu qulağından aralamağa məcbur oldu. Yenə həmin Yaguar. Sən nə danışırsan? Hardasınız siz? Yanmış fermanın yanında. Telefon açıq olsa da Rizvanın səsi gəlmirdi. Saşa onu səslənməyə məcbur oldu. Rizvan Salmanoviç, Rizvan Salmanoviç. Telefonu qapıyıb Valeriyə baxdı. Rizvan Salmanoviç yaman pis oldu. Gör indi ata-anası nə hala düşəcək. Sonra dönüb ətrafına boylandı. Yaguarın təkərləri yaşıl otluqda iç-içə 2 dairə cızmışdı. Gənc Turxanın yerə sərmiş meyidi bu dairələrin tam ortasında idi. Onun yanında oturmuş Kristinanın çiyinləri elə hey titrəyirdi. 5-ci bölüm.